Bugün Bodo Şeferin Qaliblərin Qanunları kitabından qaliblər üçün yazılmış 30 qanunu nəzərinizə çatdırmaq istəyirəm. 1. Qərar verin. 2. Daim öyrənin və inkişaf edin. 3. Hər yaşadığınız günə şuurlu yanaşın. 4. Gəlir gətirən fəaliyyətə fokuslanın. 5. Şəxsiyyət olun. 6. Sadəcə edin. 7. Özünüzdə stressə qarşı düzgün münasibət formalaşdırın. 8. Çətinlikləri aşmağı öyrənin. 9. Yenidən təkər icad etməyin. 10. Hərəkət etmək üçün impuls yaradın. 11. Xəyal qurun və xəyallarınızı həyata keçirin. 12. Sağlamlığınızın qeydinə qalın. 13. Tənqiddən qorxmayın. 14. İşinizi 100 deyil, 110% görün. 15. Problemlərinizi inkişaf etmək üçün stimul olaraq istifadə edin. 16. Özünüzün həm rəhbəri, həm də işçisi olun. 17. Qarşınıza yüksək hədəflər qoyun. 18. İnsanlara ehtiyacı olan şeyi verin. 19. Özünüzə işdən yayınmağa icazə verməyin. 20. Nümunə olun. 21. Vacib işləri mümkün qədər tez başlayın. 22. Məsuliyyəti öz üzərinizə götürün. 23. Qorxularınızın öhdəsindən gəlməyi öyrənin. 24. Güclü tərəflərinizə fokuslanın. 25. Verməyi və bağışlamağı bacarın. 26. Pul ilə düzgün davranın. 27. İnkişafınızın təməlini səbirlə qurun. 28. Özünüzü müsbət nümunələrlə əhatə edin. 29. Özünüzdən narazılığı inkişaf üçün stimula çevirin. 30. Ördək deyil, qartal olun.